Salam uşaqlar. OTK 2024 9-cu siniflər üçün sınaqların 11-incisi. Əziz cənab, mən sizin kağızda elanınızı oxudum. Zəhmət olmasa mənə kataloq göndərin. Kurslar və qəbul ərizə forması haqqında Douglas kollecinə. Mən bu kolleci seçirəm və özüm üçün ən yaxşı proqramı seçəcəm. Mən istəyirəm ki, qəbul qaydalarını bilim. Requirement, tələb, qaydalar. Admission da qəbul. Məktubun yazılma məqsədi nədir? Purpose məqsəd, advertisement-də elan, məktub. Yəni belə bizə verilən balaca məktublar. A variantında deyir ki, iş axtarmaq. Xeyr. B-də deyir ki, kurslara dəvət etmək. Yox. C-də iş təklif etmək. Yox. D-də deyir ki, daha çox məlumat soruşmaq. Bəli, qəbul qaydalarını istəyir. 6-cı sual. Bir tibb bacısı istəyir ki, Kanadalı bir ailəyə gəlsin Torontoda yaşamaq. Torontoda yaşayan Kanadalı ailəyə gəlsin. 3 uşaqlı tibb bacısı axtarılır. 3 uşaqlıdır. 2 və 8 yaş arasında 3 uşaq var. Onun sürücülük vəsiqəsi olmalıdır. İldə 2 həftə tətil olacaq. Çərşənbə axşamları, yəni həftənin ikinci günləri azaddır, yəni iş günləri deyil. Nömrə ilə əlaqə saxlayın. Məktubun, elanın məqsədi nədir? A-da deyir ki, bir ailədə iş təklifi. Bəli, ailədə iş təklifidir də. Tibb bacısına iş təklif eləyirlər. A variantı. 7-ci sual. Velosiped satılır. First hand, ilk əldir, yəni ikinci əl deyil, ilk satışdır. Pulsar velosipedidir. Yalnız 10.000 kilometr gedə bilir. 2021-də birinci əldən demək istəyir, yəni alan adam satır. 10.000 kilometr gedib 2021-də alınıb, amma yenidir. Scratch free, yəni cızığı yoxdur. Scratch, cızıq. Self start özü işləyir, işə düşür. Qara və qırmızı rənglidir. Təcili satılır. Immediate dərhal. Sale satış. Gözlənilən satış $32.000. Hansı səhvdir? Yazılma səbəbini axtarır, hansı səhvdir? A-da deyir ki, velosiped satış üçün qoyulub, düzdür də. B-də deyir ki, pulsar velosipedi satmaq, düzdür. C-də deyir ki, potensial alıcı axtarmaq, düzdür. D-də deyir ki, potensial alıcıya deyir ki, velosipedi görsün. İcazə verir görmək. Yəqin ki, alacaqsa gəlib görəcəkdi onu. Y variantında isə deyir ki, yeni pulsar velosipedi almaq. Belə bir şeydən danışmır. Y səhvdir. Mətin. Harry Potter və Fəlsəfə daşı, Sorcerer-Stan Fəlsəfə daşı. Harry Potter serisi kitablarının, yəni 7 kitabın ilkidir. Oxuna bilər, oxuna biləndir, yəni kitab halındadır və fantaziya və təsvirlərlə doludur. Güclü evil, yəni şər qüvvədə düşmən, belə bir şey. Güclü şər qüvvə sehirbaz Lord Voldemort'un Harry Potter'a elədiyi curse, lənət etməsi ilə başlayır. Amma o qədim sehirbazın Harry Potter'in anasının ona ötürdüyü sehirli bir qoruma ilə sağ qalır. Harry Potter yəni onunla sağ qalır. Hogwarts'un rəhbəri, sehirbazlar məktəbinin rəhbəri Dumbledore Harry'nin qapısında, onun qəddar əmisi Vernon'un qapısında onu qoyur. 11-ci yaş günündə Harry özünü sehirbaz kimi kəşf edir. Hogwarts'a məktublar alır, dəvət məktubları alır. Məktəb kitabxanasında Harry və onun dostları Hermione və Ron kəşf edirlər ki, fəlsəfə daşı həyat iksiri ifraz edir. Həyat iksiri yaradır, yəni sonsuzluq iksiri. Hansı ki, immortality, onu içənə ölümsüzlük verir. Harry qərarı gəlir ki, fəlsəfə daşının ardınca getsin, Voldemort onu ələ keçirmədən. Onun sadiq dostları Hermione və Ron qoymurlar ki, tək üzləşsin Harry bu
mübarizələrlə, təhlükə ilə. Voldemort Harry'yə zərər verə bilmir, çünki onun anasının qorumasına görə o Harry'yə kömək edir. Voldemortun əlindən sağ çıxıb daşa sahib olmağa. 8-ci sualda deyir ki, düzgünləri tapın. 1. Harry öz əmisinin qapısına Dumbledore tərəfindən qoyulur. Bəli. Bir düzdür. 2. Harry fəlsəfə daşını gətirir qara qüvvələr üçün. Xeyr, əksinə onlara vermək istəmir. 2-lər səhvdir. 1-lər düzdür. Aynen C qaldı, o birlər çıxdı. 3-də deyir ki, Harry Hogwarts məktəbinə getmək üçün dəvət alır. Bəli, alır. 1-3. 4-də isə deyir ki, sehirbazlıq məktəbi Harry Potter tərəfindən təşkil olunub. Xeyr, Dumbledore tərəfindən. 9-cu sual. A-da deyir ki, mətn nə haqqındadır? Daha doğrusu sualda deyir. A variantı sehirbazlıq məktəbi. Elə budur da. B variantında Harry Potter'ın valideynlərindən danışmır. Sehirbazlıq məktəbindən də danışmır əslində. Çünki orada nələr baş verdiyini demədi axı. Məşhur bir əsərin mövzusundan danışır. B-də deyir ki, Harry Potter'ın valideynləri yox. C-də deyir ki, güclü qara magiya qüvvələr ondan danışmır. D-də Harry Potter'ın dostları sadəcə bunu xatırlayır. Bu barədə danışmır əsasən. 7 deyir ki, məşhur bir kitabın məzmunu. Bəli, məzmunun bizim üçün özət keçisi ki, bunlar olub. 10-cu sual. Harry Potter və fəlsəfə daşını oxumaq məsləhət görülür. Nəyə görə? Yəni çünki A-da deyir ki, Rowling'in Harry Potter kitablarının birincisidir. Birincisidir deyə oxumaq, yəni neçəncisi də olsa oxumaq məsləhət görülürsə görülür də, birinciyə görə deyil. B-də deyir ki, fantaziyalar və təsvirlərlə doludur. Bunu saxlayaq hələlik. C-də deyir ki, sıradan adi, yəni məzmunu var. Xeyr. D-də deyir ki, maraqsız olur kitabın sonuna qədər. Uninterested, maraqsız. Xeyr. Y-də isə deyir ki, onun məzmununu anlamaq çətindir. Xeyr. Elə B-dir. 11. Fəlsəfə daşı, yəni sehirli daş. Bir də deyir ki, insanları immortal, ölümsüz etməyə qabildir, bacarır. Bir düzdür. 2-də deyir ki, heç yerdə tapılmır. Yəqin ki, tapılmır da. Bu hələlik qalsın. 4 məsələn səhvdir. 4-də deyir ki, Harry'nin qədər əmisi tərəfindən gizlədilib. Onun radiyyatı yox idi. 4-lər çıxdı. A və B qaldı. 3-də baxaq. Is used for preparing elixir of life. Həyat iksiri hazırlamaq üçün istifadə olunur. Bu düzdür. Deməli, cavab elə 1-dən 3-dür. 2 bəs niyə səhv oldu? Deyir, heç yerdə tapılmır. Bir dənə varsa, axır ki, var da deməli, tapıla bilər. 12-ci sual. Hansı səhvdir? Bir-də deyir ki, Harry qara sehirbazdan, qara magiyadan, yəni xahiş edir ki, sehirli daşı gətirsin. Təbii ki, səhvdir. Qara magiya Harry'yə verər o daşı. Bir səhvdir. 2-də deyir ki, Harry qərarı gəlir ki, sehirli daşın ardınca geçsin. Düzdür. 3-də deyir ki, Harry qara sehirbazın qarşısını alır ki, sehirli daşa çatmasın. Bu da düzdür. 4-də isə deyir ki, qara magiya Voldemort Harry'nin əmisidir. Səhvdir. 1-4. 13-cü sual. Cümlə əgər əmr feili ilə başlayıbsa, deməli qayıdış əvəzliyi 1-dən 4 ola bilər. C variantı, çünki qarşı şəxsə müraciət edilir. 4-cüdə zamanların uzlaşmasına baxaq. Məsələn, hansılar uzlaşa bilər, hansılar uzlaşa bilməz. A variantında keçmiş davam edici, keçmiş sadə uzlaşa bilər. B variantında I am reading when Nick phone. Əgər bu indiki zamandırsa phone, Nick də bir nəfərdirsə, bu S olmalıydı axı, phones. Şəxsə görə uyğunlaşmır, bu çıxdı. C variantında read indiki zaman was phoning keçmiş davam edici uzlaşa bilməz. D variantında was reading keçmiş davam edici phones asks indiki sadə uzlaşa bilməz. Y variantında da həm Nickə görə ask yaza bilmərik, asks olmalıydı, həm də when ilə başlayan tərəf will ola bilməz. Hamısını qaydaya uyğun çıxartdıq. A-da qaldı I was reading. Deyir ki, Nick gələndə, Nick sən gedəndə və məndən onları getməyimi xahiş edəndə mən novella oxuyurdum. Oxumağa davam eləyirdim. Nick birdən zəng elədi, yəni. Ona görə mənim oxumağım davam edici zamandır. Nick'in zəng eləməyi keçmiş sadə zamandır. 15 düzgün sual cümləsi.
A variantı düzdür. B-də səhv nədir? Daz da var, S də var. C-də səhv nədir? Bas təkdir, sualına du verib, daz verməli idi. D-də yenə daz da var, S də var. Y-də isə belə sual olur, qoz xəbərin özü qalıb, du daz yoxdur. Dazla verməli idi. Cavab A. Daz verilib, feildən S pozulub. 16. Bir şeydə yaxşı olmaq, hansısa fənni yaxşı bilmək söz önündə keçmişdik. Ətlə olur. B variantı. 17. İsmin yəlkalı. Birincidə minut tək isimdə apostrof S artırılmalıdır, artırılıb. Silence-da S-dən bilinir ki, bu isim düzəldən şəkilçidir, deməli isimdir. Bir düzdür. C-də, D-də bir yoxdur, bunları çıxartdıq. A, B, Y arasında fikirləşirik. 2-də our friends arrival. Friend tək isimdir, apostrof S artırılıb, arrival da isimdir. Düzdür də 2. Cavab 1-nə 2-dir. 3 niyə səhvdir? Mr. Browns. Axı biz S nə vaxt artırırdıq soyada? Qabağında Z olanda. Yoxdur axı. 4 niyə səhvdir? For 4 deməkdir. Rəqəm 1-dən başqa bütün rəqəmlərdən sonra cəm isim gəlir. D isə təkdir. Ona görə olmaz. Cavab oldu 1-2. 18. Deməli, zən var. Baxın, zəni gördünüz. Zən yalnız müqayisədə olur. A, B adi dərəcədir. Y üstünlükdür. D də müqayisə deyil. Match özü müqayisə düzəltmir. Hazır müqayisənin qabağında gəlir, qalır. Baxın, sən burada matchı tutsaq, more exciting müqayisədir. Match gəlib qalıb onun qabağında. Bu düzdür. D variantı səhvdir. Çünki match müqayisə dərəcəsini düzəldə bilmir. Müqayisəni düzəldir birinci hallarda, more düzəldir çox hallarda. 19. Friends last month deyir. Keçən ay. Keçmiş sadə zamanın zərfidir. Keçmiş sadə zaman B deyil. B bitmiş zamandır. D indiki zamandır. Y indiki zamandır. C ilə A keçmiş zamandır. Amma C'də to be able to ilə olan modal feildir. To yoxdur. Cavab A. 20. Tribe yazın. Qəbilə. Deməli C variantı insanların etnik qrupu. 1C. Fortune. Bəxt, şans, yaxşı bir şey. B variantı deyir ki, insanların başına gələn yaxşı bir şey. 2B. 3-də də deyir habitat. Məskən, insanların məskunlaşdığı yer. A-da deyir ki, bir qrup, burada heyvanların məskunlaşdığı yer mənasını verib. Bir qrup heyvanların məskunlaşdığı yer. Yəni məskən deməkdir. 3-də də oldu A. Deməli 1, C, 2, B, 3A. Cavab Y. 21-də, baxın cümlədə yenə zən var. Müqayisə qoymalıyıq. A lot of müqayisə deyil. İkiləri çıxardaq. Qaldı bizə A, C, Y. More müqayisədir, bəli. Moru götürdük. Less müqayisədir, bəli. Less'i götürdük. Fewer də müqayisədir. Bəs niyə fewer götürmürük? Çünki few sayılan cəm isimlə işlənir. Money sayılmır. Amma less, little sözünün müqayisəsidir. Little'dan sonra sayılmayan gəlir, money də sayılmır da. 1-lə 3. 22. Help sözünün sinonimi assistdir. Kömək etmək. Qeyd edin. 23. Bu 22-də deyəsən 23 dedim. 22 bağlayıcıdır. Bağlayıcı testində bizə kömək edən üsullardan biri. Elə bağlayıcı yazılar ki, heç elə bağlayıcı mövcud deyil. Məsələn, adı neither and yazıb, belə bir birləşmə yoxdur. Y-də neither or yazıb, belə bir birləşmə də yoxdur. Qalanları qaldı düşünməliyik. Deyir ki, Mike skripka çalmaq, gitara çalmaq. Bilmirik, istəyir, istəmir. Y-də deyir ki, musiqini ilə qətiyyən maraqlanmır. Not interested. Deməli, istəmir də heç birini. Neither nor. B. 24. Demək, try 3-cü qrup feillərə aiddir. Özündən sonra bunu biz mürəkkəb tamamlıqda keçmişik. Özündən sonra to istəyir. Yəni, B ilə D çıxdı. Qaldı A, C, Y. Make-dən sonra nə gəlirdi bəs? Burada birinciyə make qoyduq. Make-dən sonra nə gəlirdi? To'suz. Let make-dən sonra to'suz gəlir də. Cavab C. To'suz yəni boş feil. Daha S, ed artırılmış feillər demirik. 25. Safe sözünün antonimləri. Safe təhlükəsiz, sağlam deməkdir. Görək bunun antonimləri hansı ola bilər? 1 təhlükəli, bəli. 2 çətin, yox. 3 də çətin, yox. Insecure təhlükəli. 1 ilə 4 ilə. Complicated mürəkkəb qarışıq deməkdir. Baxın, insecure'dan ili silsək secure, safe'in sinonimi olar. Amma insecure olur antonimi. Bu qədər, sağ olun.